İnanmıram. En dehşetli yuxumuzda biz qabul günü belə təsəvvür edilir. İlk növbədə aləmlərin Rəbbi Yüce Allah'a həmd olsun ki, mənə ailəmə gözəl günləri bəxş etdi. Düz 49 il biz Cabirlə gözəl həyat yaşadık. 49 il sənətdədir, amma o doğrudan da çox böyük ömür yaşadı. Zəngin, dolu, işıqlı, ilk illərdə qayğısız, Allah'ın sayəsində, valideynlərimizin sayəsində qayğısız, Şuşalı, Şuşasız və yenidən Allah'a şükürlər olsun, Şuşalı günlərimizi yaşadı. Gələn ayaqlarımız var olsun, əziz dostlar. Mən qardaşdan yetim qaldım. Deyirlər, atadan analar yetim qaldılar. Valideynlərimlə həmciməsinlər. Mən qardaşlarımla yetim qaldım. Yenə də İmamovlar, Ələsgərovlar ailəsi adından sizə təşəkkürümü bildirirəm. Dövlətimizə, ölkə başçısı, cənab prezidentimizə, Respublikanın birinci xanımı Mehriban xanım Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Haqqınızda olan imkanı. Əgər kiməsə borcu qalıbsa, xahiş edirəm, mənə yaxınlaşın, alalaşın.